Bizdə belə bir deyim var da. Deyir, məsəl üçün götürək bir bahalı bir rayonumuzu da. Deyir, Qəbələyə gedib nə bilim, bir həftə orada, 3 gün orada qalınca, Qəbələdə o qədər pul xərcləyincə, məsəl üçün deyirəm də, Qəbələ biraz baha sayılır da, hə. Ondansa gedib filan ölkədə istirahət eləyərəm. Sizcə o deyim düzdür, yəni aşağı büdcə ilə çox səmimi. Azərbaycanda düzdür, baxır istirahətinə. Azərbaycanda istirahət edən şəxs mənə görə imkanlıdır. Çox varlıdır. Mən elə fikirləşirəm. Və əsaslandır nəyə görə? Əsaslandırım nəyə görə? Məsələn, gedir X bir bölgəyə, soruşam nə qədər xərcin çıxdı? Deyir 700 manat, 800 manat. Wow! Təyyarə biletin yoxdur sənin. Maşınındır, gedirsən. Bizdə bir də siz təfəkkür nətərdir? Bahalı səyahət yoxdur əslində. Bizlər bahalı səyahət eləyirik. Bizlər fərqində deyilik bunun. Gedirsən Qəbələdə sən uyğun yerdə də qala bilərsən, bahalı yerdə də qala bilərsən. Amma turizm bizdə artıq Türkiyə kimi olduğuna görə Türkiyə bu gün bomboşdur. Biraz araşdırsaz, Bodrumudur, qiymətlər fantastikdir orada. Qiymətlər fantastik. Görməli yerlər baha daha pələng. Məsələn, mən Qəbələyə getdim, Nohurgölü görməmiş niyə qayıdım? Amma Nohurgölə girirsən, həyətinə bunun dayanacağın pulu var. Ətrafında oturmaq istəyirsən, restoranın özünə məxsus qiyməti var. Sən onu görmək istəyirsən, axı ki, mən Qəbələyə getdim. Otellərin qiyməti bahadır. Amma mən Balidə bir otellərdə qaldım. Gecə yatanda uşaq kimi belə o videoların altına qoyurlar. İçim belə uşaq kimi idi. Belə yatırdım 20 manat, 25 manat, 30 manat, 40 manat pul verdim abi.